Salam hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, mənim 9-cu siniflər üçün buraxılış sınaq kitabım artıq satışa verilib, nəşr olunub. Və kitabı demək olar bütün əksər mağazalardan əldə edə bilərsiniz. Bakı şəhərində əldə etmək daha rahatdır. Rayonlarda isə bəzi kitab mağazalarına paylanıb və ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb toplu şəkildə də kitabları əldə edə bilərsiniz öz şagirdlərinizi işlətmək üçün və yaxud da tək-təkdə əldə etmək mümkündür. Bugün həmin kitabdan mövzu sınaq imtahanı birin izahını verəcəm. Qeyd edim ki, kitabımız 20 mövzu sınağı və 20 ümumi sınaq olmaqla cəmi 40 sınaqdan ibarətdir. Və qəti şəkildə onu nəzərinizə çatdırmaq istəyirəm ki, kitabın PDF-inə qəti şəkildə icazə yoxdur. Kitabı ala bilməyən, imkanı olmayıb, ala bilməyən yoldaşlar üçün mən tam ödənişsiz şəkildə kitab göndərirəm. Əgər kiminsə almağa həqiqətən imkanı yoxdursa, mən ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb, mən həmin şəxsə kitab göndərəcəm. Amma qəti şəkildə PDF-inə icazə vermirəm. Mövzu sınaq imtahanı birim mövzuları natural adı, onluq və faizdir. Gəlin baxaq bir-bir suallara. Başlayaq birinci sualı. Deyir ki, hesablayın. Biz burada ilkin olaraq nəyə baxmalıyıq? Fikir verirsinizsə, baxın, vergüldən sonra 3 ədəd var, vergüldən sonra 3 ədəd var. Biz bu vergüldən sonraki ümumiyyətlə vergülü itirmək üçün minə vurmalıyam. Minə vursam 48, aşağını minə vursam 4 plus. Burada 3'dür, burada 2'dir. Biz 3'dən olanı yox eləmək üçün minə vuracam 1, minə vuracam 10, minus 100'ə vuracam 16, 100'ə vuracam 4. 12 üstə gələk 10, minus 4. 22'dən 4 çıxanda 18. Bir də doğru cavab D variantı. 2'yə baxaq. Məşhur sual tiplərindəndir. Burada deməli, əslində bunların hamısından mən 0'ı ata bilərəm. Onda olacaq A böl 1 bərabərdir, B bölünsün 2 bərabərdir, C bölünsün 3. A'ya deyəcəm K, B'yə deyəcəm 2K, C'yə də deyəcəm 3K. Gətirək yazaq yerinə. Bunların cəmi 6K bərabərdir 36, K bərabərdir 6'ya. K 6'dırsa bu olacaq 6, bu olacaq 12, bu olacaq 18. B plus C 18 üstə gələk 12 minus 6. Bu da bərabərdir 36, 24. 2-də doğru cavab Y variantı. A ədədi B ədədinin 800%'dir. A bərabərdir B'nin 800%. Çarpaz vursam 100B bərabərdir 100A daha doğrusu. Bərabərdir 800B'yə. Hər tərəfini 100'ə bölsəm A bərabərdir 800B almış oluram. B ədədi A ədədin neçə faizdir deyirsə B bölünsün A vur 100. Bu da bərabərdir. B bölünsün A'nın yerinə 8B yazsam vur 100. Deməli bunlara B'lər gedəcək. 100 bölünsün 8 bu da bərabərdir 12,5. 3'də doğru cavab B variantı. 4'ə baxaq. 16 və 24 ədədlərinin ən kiçik ortaq bölünəni onların ən böyük ortaq bölənindən neçə dəfə çoxdur? Ən kiçik ortaq bölünən əkobdur. Əkob. (16, 24). Bunların əkobun tapmasını ortaq vuruq çıxardaq. 8'i çıxardaq çölə. Olacaq əkob 2, 3. 2 ilə 3'ün əkobu 6'dır. Çünki qarşılıqlı sadə ədədlərdir. 8 vurulsun 6. Bu da bərabər 48. Əbobunu tapaq. Əbobunu da tapanda yenə də ortağa çıxaracam. Elə buradan əbob tapa bilərəm. 8'i çıxarsam eyni şeydir. Sadəcə əbob olacaq. 2 ilə 3'ün əbobu 1'dir deyə 8 qalır. Ən böyük ortaq böləndən neçə dəfə çoxdur? 48 bölünsün 8. Bu da bərabərdir 6 dəfə. 4'də doğru cavab B variantı. 5'ə baxaq. A ədədi B ədədinə 25% çox olarsa A bərabərdir 25% çox 1,25 deməkdir. B ədədi A ədədinə neçə faiz az olar? B bölünsün A vur 100. B'ni saxlayıram. A'nın yerinə 1,25 B yazsam vur 100. Bunlar gedir. 100 bölünsün 1,25. 100'ü 1,25'e bölməliyəm mən. 100
bölünsün 1,25 80. 80 alınırsa deməli 20% azdır da. Hesablayın. Bərabərdir. Deməli 1 üstə gələk 1 bölünsün. 1-in üstünə 2-də 1 gələndə eləyir 2-də 3. 4-də 1-in üzərinə 6-da 1. 12-də 3 plus 12-də 2. 1 üstə gələk. 1-i 2-də 3-ə böləndə olur 3-də 2. Aşağı olur 12-də 5. 1-in üzərinə 3-də 2 gələndə 3-də 1 tam 3-də 2, 3-də 5, 12-də 5. Bu da bərabərdir. 3-də 5 vurulsun 5-də 12. 3-dən 12 gedir. 4 bunlar da gedir. Elə 4 qalır. Doğru cavab Y variantı 6-da. 7 nömrəli tapşırığa baxaq. 7 nömrəli tapşırığa. Kəsirləri müqayisə edin. Deməli, biz burada nəyə baxmalıyıq? Gəlin bunun sürətlərini bərabərləşdirək. A bərabərdir. 6-ya gətirəcəm. 3-ə vuracam bunu. Bunu 3-ə vurmalıyam. Olacaq 33-də 6. B bərabərdir. 2-yə vuracam. 40-da 6. C bərabərdir. 3-ə vuracam. 12. 3-də 2-nin 6, 63. Daha doğrusu mən bunu 12-yə gətirməliydim də. 12'ye. 12'ye gətirmək üçün demək bunu 6'ya vuracam, bunu da 6'ya vuracam. 66'da 12. Bunu vuracam 4'e, bunu vuracam 4'e, 80'də 12. Bunu vuracam 3'e, bunu da vuracam 3'e. 63'də 12. Məxrəci sürəti bərabər olan kəsərdə məxrəci böyük olan ən kiçikdir. Deməli, ən böyük olacaq hansı? C böyükdür A, böyükdür B-dən. 7-də doğru cavab B variantı. Biz 6-nı izah elədik mi? Gözümüzdən yayınar bir də. Dedik, 6Y variantı. 7 doğru cavab B variantı. 8-ə baxaq. 17-yə bölünməsin, ədədinin 25-ə bölünməsi. 25-ə bölünməsi 12 rəqəmdir. 52-nin 25-ə bölünməsindən alınan qalıq 2-dir. Son 2 rəqəmə baxıram. 78'in 25'e bölünməsindən alınan qalıq 3'dür. Kubu plus 17. 2 də 3'ün 6. 6'nın kubu üstə gələk 17. 6'nın kubu edir 216 plus 17. 13 bir yadda. 1'in üstünə 1, 2, 1 də yadda 3. 2. 233. Bunu 25'e bölünməsindən alınan qalıq deyil. Nə də sonun böləcəm. 33 bölünsün 25. 1 düşür, qalığım da olur 8. 8'e doğru cavab B variantı. 9'a baxaq. Qəşəng bir sual əslində. 1'in üzərinə n plus 1 gəlir. Ortaq məxrəcim olur n plus 1. Ortaq məxrəcim olur n plus 1. Bu da olur n plus 2. Hardan olur? Baxın. Bunu ortaq məxrəc yazsam n plus 1. 1'ə bölüb 1'ə vursam n plus 1 plus buradakı 1. Yəni n plus 2. Vurulsun. Məxrəc olur n plus 2. Yuxarıda olur n plus 3. Yəni bu qanun uyğunluqla belə gedəcək. Sonuncu n plus 10. N plus 11. Bərabərdə 12'yə. Bunlar gedir. Bunlar gedir. Bunlar gedir. Bunlar gedir. Yuxarıda qalır n, üstə gələk 11. Aşağıda qalır n. Bərabərdə 12. Çarpaz vursam n üstə gələk 11 bərabərdə 12 n. N də bərabərdir 1'ə. 9'da doğru cavab A variantı. Əkob AB 60'da A plus B cəmi ən böyük nə ola bilər? 2 eyni ədədin əkobu bizə AB fərqli şərti verməyibsə, deməli A da 60 ola bilər, B də 60 ola bilər. 2 eyni ədədin əkobu əbəbi eynidir. Ən böyük bunların cəmi onda 120 olacaq da. Onda doğru cavab B variantı. 11'ə baxaq. 0,9. Hadi gəlin belə eləyək də. Bu 10'un kubun yerinə mən 1000 yaza bilərəm də. 10'un kubu 1000 deməkdir. 1000'i vurum içəri. 1000'i 0,9'a vursam 9 eləyir. 1000'i 0,3'ə vursam 30 eləyir. Bölünsün 0,7.
Bu da olur deməli 2,7 mənfi bölünsün 0,7. Bu da bərabərdir mənfi 3-ə. 2,7 yox 27. Mənfi 30-a. A variantı. 12 nömrəli tapşırığa baxaq. İfadənin qiymətini hesablayın. Məşhur sual tiplərində və çox müəllim və şagirdlərin çaşqınlıq yaratdığı, yəni çaşqınlıq oyatdığı sual nümunəsindən biridir. Baxın, fikir verin. Birinci mən 2011-dən biri saymıram. 2-dən 2011-ə qədər ədədlərin sayını tapıram. 2011-dən say tapılma düsturu var da bizdə. Mənfiləri nəzərə almıram. Sadəcə 2-dən 2011-ə qədər ədədlərin sayını tapıram. Çıxıram sonuncunu, üstünə bölürəm, 1-1 artır və 1-1 azalır, üzərinə gəlirəm 1-i. Bu da bərabərdir 1005 dənə. Düzümü? Daha doğrusu 2011-dən 2 çıxanda olur nə? 9. 2009 bölünsün 1 üstə gəlinsin 1 bərabərdir 2010. Yəni burada 2010 dənə nəyim var mənim? Ədədim var, düzümü? İndi burada fikir verirsənsə, baxın. Və burada cüt-cüt bunlar bir əmələ gətirir. Bundan bu 1, bundan bu 1, bundan bu 1. Bunlar cüt-cüt bir əmələ gətirir. 2010 dənədirsə, cüt-cüt bir əmələ gətirirsə, neçə dənə 1 olacaq? Cüt-cüt əmələ gətirirsə, deməli yarısı qədər əmələ gətirir də 1005. 1005 dənə də 1-i toplayır, elə 1005 eləyir. Bir dənə də 1 burada var axı, bunun üzərinə gəlirəm, olur 1006. Doğru cavab D variantı. 13 nömrəli tapşırığa bax. 2-lər gedir, 3-lər gedir, 4-lər gedir, 16-lar gedir. Məxrəcə qalır 17, 1. İndi deyək şu nöqtə də orada nə var? Sonsuz şəkildə davam edir də, bir uyğunluq yaranır orada. 14 nömrəli tapşırığa bax. Mağazaya gətirilərkən yeşikdə olan 360 yumurtanın 30% yolda qırılır. Qırılmayan yumurtaların sayı 30% qırılırsa, qırılmayan yumurtalar 70% olur da, belə çıxır ki. Bunu da tapmaq üçün ümumi 360-ın 70%-ni hesablaya bilərəm mən. Sıfırlar gedir, 36 vurulsun 7. 7 dəfə 6-nın 42, 4 yadda, 3 dəfə 7-nin 21, 4 də yadda 25. 14 doğru cavab A variantı. 15-ə baxaq. Satıcı alış qiyməti 50 manat olan paltonu 20% xeyirlə satmaq istəyirdi. 50 manata alıb bunu. 50 manata alıb 20% xeyirlə satmaq istəyirdi. 50-nin 20%-ni tapaq, böl 100, bərabərdir 10. Yəni bu 50 manata alıb, düzdürmü? 60 manata satmaq istəyirdi. Lakin alıcılıq qabiliyyəti aşağı olduğundan satış qiymətinə 10% endirim elədi. Yəni 60 manata 10% endirim eləyib. 60-ın 10%-ni tapıram. Olur 6. 10% endirim edir. Satıcı neçə manata satar? 10% endirim eləyəndən sonra 60 idi. 10% endirim ona 6-dır. 54 olur. Deməli 54 manata satar da bunu. C variantı. Sonra tam buraxılış imtahanında olduğu kimi artıq 16-cı sualdan başlayır ətraflı açıq suallar. Yəni 15 qapalıdır. Artıq 16-cı sualdan başlayır açıq suallar. 16-dan başlayır açıq suallar. Duzluğu 25% olan məhlulda 50 qram duz var. Yəni x qram məhlulum var. Bunun 25%-i 50-yə bərabərdir. Bunu demək istəyir bizə. Budur. Bundan bu gedir. Bu da qalır 4 çarpaz vursam x də bərabərdir 200. Deməli məhlulum 200. Yəni məhlulum x qədər idi. Bunun 25%-i bizdə 50 eləyib. Çünki deyir duzluq faizi 25 olan məhlulda 50 qram duz var. X qram məhlulum var. Bunun 25%-i 50-dir. 25%-i 50 olan ədəd tapırıq da belə deyək. Deməli bu məhlulumdur. 50 qram duz varsa suyun miqdarı da olacaq 150. Doğru cavabım 150. 17. A və B natural ədədləri üçün əbob AB 6-dır, əkob AB 180-dır. Bizim burada bir xassəmiz var. Əbob AB vurulsun əkob AB bərabərdir AB-yə. Əbob AB-nin yerinə 6 yazıram. Əkob AB-nin yerinə 180 bərabərdir A vur B-yə. 0, 48, 4 yadda, 6, 4 də yadda, 10 bərabərdir AB-yə. AB hasilim olur 1080. Tam bölənlərin sayı deyəndə
Bu da. Yəni bu deyəndə nəyə nəzərdə tuturam? Ədədləri sadə ədədin qüvvəti şəklində göstərməliyəm mən. Sadə ədədin qüvvəti şəklində. 6-nı 2 vur 3 kimi yazıram. Onu yazacağım 2 vurulsun 5 üstü 6 kimi. 2 vurulsun 3 vurulsun 2 üstü 6 vur 5 üstü 6. Bu da bərabərdir. 2 üstü 7 vur 2 üstü 6 vur 5 üstü 6. Tam bölənlərin sayını tapanda 2 vurulsun natural bölənlərin sayı. 7 plus 1 6 plus 1 6 plus 1. Bu da bərabərdir. 2 vurulsun 8 vurulsun 7 vurulsun 7. Böyük bir ədəd alınır burada. Görək nə olacaq? 2 vurulsun 8 vur 7 vur 7. Tam bölənlərin sayı nəsə düz eləmədik. 2 vur 3 2 üstü 5 2 üstü 6 5 üstü 6. Deməli 2 üstü 7 2 üstü 7 bu belə yox. 2 üstü 7 vur 3 vur 5 üstü 6. Səhv götürmüşəm. 2 üstü 7 3 vur 5 üstü 6. 2 vurulsun tam bölənlər arası üstlərin bir vahidi artırıb bir-birinə vuracaq. 6 plus 1. Bu da bərabərdir. 2 vurulsun 8 vurulsun 2 vurulsun 7. 2 vurulsun 8 vurulsun 7 vurulsun 2. Bu da bərabərdir 224-ə. Doğru cavabımız. 19. Bunu alt-alta çıxma əməli ilə hesablaya bilərəm. 2AB və yaxud da belə baxa bilərik. Ən sadəsi 2AB üstü xətt bərabərdir 47 plus 211. Məhsul azlanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirəm. 2AB bərabərdir 258 və salam. Deməli, burada A 5 imiş, B də 8 imiş. O zaman A plus B cəmi bərabərdir, olur 13. 19-da doğru cavab A plus B cəmini istəyir bizdən. $258. Doğru cavab 13. Sonra 20-ci suala baxaq. Sənin 4də 1 hissəsi doludur. Sənə 4 litr su tökülərsə 3də 1 dolu olmuş olar. Səndə su olsun x. 4də 1 su ilə doludur. 4də 1 x. Sənə 4 litrdə su tökürəm. Bərabərdir. Ümumi sənin 3də 1 dolmuş olar. 3də 1 x. 12-yə vuraq. 3x üstə gələk 48 bərabərdir 4x. X də bərabərdir 48. Sən deyir neçə litr su tutur? 12-yə vurdum da mən bunu. Əvvəlcə səndə deyir neçə litr su var idi. Demək, sənin tutumu 48 litr olmalıdır normalda. Deyir, əvvəlcə səndə neçə litr su var idi. Əvvəlcə sənin 4də 1 dolu idi da 48-in 4də 1-ini tapacaq. Olacaq 12. 20-də doğru cavab 12. 21-ə baxaq. ABC natural ədədlərdir. Fikir verin, hər ikisində ortaq B var. Biz 11-i hansı natural ədədi natural ədəd oranında 11 edir? Biri 11-ə, bir də biri 13-ə. B hər ikisində ortaqdır deyə hər ikisində ortaq 1 var. B 1-dir. O zaman A olur 11, C olur 13. Bunların da cəmi mənə nə verir? 27. Daha doğrusu deməli 13, 11, 24, 25. Cəmi 25-i verir bizə. Sonra 22. Artıq burada başlayır bizdə nələr? Başlayır bizdə ətraflılar. Yəni ətraflı suallarda belə damalı şəkildə qeyd olunur. Diaqramda mağazada 5 gün ərzində satılan meyvələrin miqdarı verir. Birinci gün satılan meyvənin miqdarı, birinci gün budur da 9. 5 gün ərzində satılan meyvənin miqdarının hansı hissəsini təşkil edir? 5 gün ərzində 1, 2, 3, 4. Demək, birinci gün 5 gün ərzində nə qədərdir? Birinci gün 9-dur. 9-dur. İkinci gün 12-dir. Üçüncü gün də 9-dur. Dördüncü gün 6-dır. Beşinci gün 3-dür. Bunlar toplayaq görək bu bizə nə verəcək? 21, 39. Hansı hissəsini təşkil edir? 9 bölünsün 39.
İxtisar gedir 3'ə 3 böl 13. Yəni cavabımız olacaq 13-də 3 hissəsini təşkil edir. 23 nömrəli tapşırığa baxaq. 180-i ayırım sadə vuruqlarıma. Görək nə olacaq bizdə. Deməli 180-i ayıraq sadə vuruqları. Daha doğrusu 1800. Bax bunun sadə olması üçün sizə gözəl bir yol deyəcəm. 1800-ü ayırıram sadə vuruqlara. Sonunda 2 dənə 0 var. 1 0 10 vuruğu deməkdir. 2 0 2 dənə 10 vuruğu deməkdir. Ona görə 2 dənə 0-ı 2 dənə 2, 2 dənə 5 kimi yaza bilərəm. Qalacaq 18. 18-i 2-yə böləndə 9, 3-ə böləndə 3, 3, 1. Deməli o zaman neçə dənə 2 var burada? 3 dənə 2 var. 2-nin kubu, 3-ün kvadratı, bir də 5. Bizə də deyir ki, bu şərt ödənərsə 2 üstü x, 3 üstü y və 5 üstü z. Avtomatik olaraq x-i alıram 3, y-i alıram 2, z-i alıram 1. Bunların da cəmini istəyir bizdən. X üstə gələk, y üstə gələk, z də bərabərdir. Nəyə? Nəyə? Burada 5-in kvadratı olmalıdır. Z 2 olur. Bərabərdir 7-yə. Gözəl sualdır. Sonra 24 nömrəli tapşırığa baxaq. Fikir verin, burada, məsələn, bunu buradan yox, bunu davam edək, buradan gəlin. 1 çıxılsın, məsələn, 5-də 19 yazıram və 1 çıxılsın, 5-də 20 yazıram. Fikir verirsinizsə, hasil 1 çıx 5-də 1, 5-də 2, 5-də 3 və burada 1 çıxılsın, 5-də 5 vuruğu var. Və bu bizə 0-ı verir. Hasildə də bir dənə 0 varsa, ümumi hasil 0-a gedir. Görürsünüz nə qəşəng suallardır. Sonra 25 nömrəli tapşırığa baxaq. Deməli, gəlin bunları tərəf-tərəfə çıxaq. Buna bir elə demək etədir, A verib. A-dan B-ni çıxıram. A minus B bərabərdir. 9-da 4-dən 9-da 13 çıxanda qalır 9-da 9. Bundan bunu çıxanda fikir verin. Burada mənfi var. Toplanacaq. Elə bir ki, belə olur da. 7-də 3 çıxılsın. Mənfi 7-də 4. Bu da mənə verir 7-də 3 plus 7-də 4-ü, yəni 1-i. 7-də 7. Üstə gələk 7-də 7. Sonra bundan bunu çıxıram yenə eyni qayda ilə 11-də 11. 1. O zaman A çıxılsın B bərabərdir. 1, 1, 1. Onda A minus B bərabərdir. Nəyə? Bu mənfi olur özdə. Bu mənfi olur. Mənfi 1 üstə gələk 1 plus 1. Bu da bərabərdir 1-ə. Doğru cavab 1. Uğurlar, inşallah növbəti sınaqların izahına görüşərik. Sağ olun, özünüzü qoruyun.